Belə bir deyim var, asan müraciət. Qarşılaşmışsınız nə vaxtsa? Yoxsa istifadə etmişsiniz? Asan xidmət ümumiyyətlə yaranandan sonra təbii ki, asan müraciəti də eşitmişəm və artıq 5 ildir ki, asan müraciət vətəndaşlara dövlət qurumları arasında birbaşa və ünsiyyət yaradır. Amma təəssüflər olsun ki, hələ bugün də bir çoxları asan müraciətin nə demək olduğu ilə bağlı onların məlumatı azdır. Tətbiqin imkanları 2025-ci ilin nəticələri və gələcək yenilikləri barədə daha dolğun məlumat almaq üçün asan müraciətlə iş sektorunun müdürü Əsli İbrahimli ilə həmsöhbət olacaq, hörmətli tamaşaçılar. Əsli xanım, xoş gəldiniz. Xoş gördük. Xoş gördük. Hər kəsi salamlayıram. Çox sağ olun. Əsli xanım, qeyd etdik ki, asan müraciətin tətbiqi artıq 5 ildir ki, mövcuddur. Amma təəssüflər olsun ki, hələ bugün də asan müraciətin belə deyək də, nə demək olduğu ilə bağlı məlumatsız olanlar da var. İlkin olaraq gəlin bundan başlayaq. Bir daha salamlayıram. Çox yaxşı vurğuladınız. Qeyd etmək istəyirəm ki, asan müraciət mobil tətbiqi və informasiya sistemi artıq 2021-ci ildən, daha dəqiq desək, 2021-ci ilin aprel ayından istifadədədir və bu yaxınlarda artıq 5 ili tamam olacaqdır. Baxmayaraq ki, hər il biz bu dinamikanı müşahidə edirik ki, ildən ilə müraciət göndərənlərin, istifadə edənlərin sayı artır. Amma əlbəttə, hələ də bu tətbiq ilə bağlı məlumatsız vətəndaşlarımız da var. Fürsətdən istifadə edərək bir qısa mən məlumat verim tətbiqlə bağlı. Ümumiyyətlə, vətəndaşlarımız öz qarşılarına çıxan gündəlik həyatda qarşılaşdıqları ictimai əhəmiyyətli problemləri, məsələləri mobil tətbiq vasitəsilə göndərə bilərlər. Mobil tətbiqdən istifadə çox rahatdır. Sadəcə foto və yaxud video görüntünü çəkib, hətta müəyyən bir ehtiyac varsa qeyd də daxil edib, sistemə məlumat göndərə bilir vətəndaşlarımız və bundan sonrası artıq asan müraciət informasiya sisteminin komandasının öhdəliyindədir və komanda dərhal müraciəti qəbul edir, qeydiyyata alır və aidiyyatı üzrə dövlət qurumlarına yönləndirir bir iş gün ərzində. Əsli xanım, misal üçün bizim də qaynar xəttimiz var. Biz konkret olaraq birlikdə vətəndaşlar hansı mövzularla bağlı bizə müraciət edə bilər? Bu asan müraciətdə xüsusi hansı mövzulardır ki, vətəndaşlar məhz onunla bağlı asan müraciətə müraciət edə bilər? Bəli, bu məsələ də bir qədər bəzən vətəndaşlarımız arasında çaşqınlıq yaradır. Çünki asan xidmət mərkəzlərində göstərilən xidmətlərlə bəzi hallarda qarışıqlıq yarandığını biz müşahidə edirik. Belə müraciətlər daxil olur, vətəndaş pasportumu dəyişmək istəyirəm, sürücülük vəsiqəmi necə ala bilərəm və s. Amma qeyd etmək istəyirik ki, bu asan xidmətlərdəki belə deyək, xidmətlərlə əslində bağlılığı yoxdur asan müraciət. Bəli, asan müraciət mobil tətbiqinə qanunvericiliyə uyğun olaraq yalnız kommunal məsələlərlə bağlı, yol, nəqliyyat mövzularında, infrastruktur yönümlü mövzularda, məsələlərdə, həmçinin ekologiyalı bağlı mövzularda və yaxud yaşıllığın qorunması kimi mövzularda vətəndaşlarımız və yalnız ictimai, təkrar edirəm, ictimai mövzulu müraciətləri göndərə bilir. Çünki fərdi xarakter daşıyan müraciətləri biz təəssüf hissi ilə vurğulayırıq ki, bizim sistemi fəaliyyətinə aid deyil və vətəndaşlarımıza geri göndərməyə məcbur. Yəni, ümumi belə problematik mövzularla bağlıdır da. Misal üçün, kommunalla bağlı gərək fərdi olmasın. Misal üçün, bir binanın ümumi problemi olsun. Doğru mu anladım? Yenə vurğulayıram. İctimai əhəmiyyət daşıyan və ictimai problem yarada biləcək. Bu, əslində, tətbiqin bir tərəfdən yaxşı bir üstünlüyüdür ki, dövlət qurumları bəlkə də həmin problemi həmin vaxt üçün məlumatlı deyirlər və yaxud da onu məlumat olanda artıq bir qədər gec olmuş ola bilər. Amma vətəndaşımız bu mövzuda öncədən məlumat göndərərək, müraciət göndərərək dövlət qurumlarında xəbərdar etmiş olur bu mövzu ilə bağlı və bəlkə də gələcəkdə yarana biləcək hər hansısa daha ciddi problemin qarşısını almış olur. Əsli xanım, bu günlərdə asan müraciət çərçivəsində ötən ilin hesabatı ilə bağlı açıqlamalar verildi və ümumilikdə 2025-ci ilə nəzər salsaq, asan müraciət informasiya sistemi üçün 2025-ci il necə yadda qaldı? Bəli, bu yaxın günlərdə asan müraciət informasiya sisteminin illik hesabatı ictimaiyyətlə bölüşüldü.
Statistikalar əslində bizə deməyə icazə verir ki, ötən il müsbət inkişaf dinamikası ilə yadda qalıb. Bu da bir sıra istiqamətlərdə biz statistika təhlillər apardıqdan sonra bunu deyə bilirik. Əvvəla daxil olan müraciətləri biz təhlil etdikdə daha əvvəlki illərlə müqayisədə, hətta 24-cü il ilə müqayisədə demək lazımdır ki, 55% artım göstərib. Bu bizə onu deməyə əsas verir ki, tətbiqi olan maraq və tələb artır. Baxılmış müraciətlərlə dövlət qurumları tərəfindən baxılan müraciətlərin daha əvvəlki il ilə müqayisəsində görürük ki, burada da 88% artım var. Bundan əlavə müraciətlərə baxılmasının orta müddəti, yəni müraciətlərə baxılmasındakı operativlikdə isə 71% artım var. Bu da o deməkdir ki, artıq müraciətlərə daha sürətli və daha operativ baxılıb bu il ərzində. Vətəndaş məmnunluğu göstəricilərində də artım müşahidə olunub. 59% artım olub daha əvvəlki il ilə müqayisədə. Əlbəttə, bu tətbiq, belə deyə, ölkəmiz üçün də innovasiya idi, qurumlarımız üçün də innovasiya idi və müəyyən bir adaptasiya dövrü keçdikdən sonra hiss edirik ki, bütün göstəricilərdə daha da, belə deyə, yaxşılaşma müşahidə olunur. Daha çox hansı qurumlara müraciət var və daha çox, belə deyək də, hansı sahələr üzrə sorğular var burada? Bəli, daha çox müraciətlər həm qurumlar, həm də mən ərazi baxımından deyə bilərəm ki, Bakı və Gəncə şəhərlərindən daha çox müraciət daxil olur təbii olaraq və dolayısıyla da Bakı şəhər icra hakimiyyəti və Gəncə şəhər icra hakimiyyətinə yönləndirilən müraciətlərin sayı artmış olur. Bununla yanaşı kommunal təşkilatlara da daxil olan müraciətlər və yol problemlərimiz, asfalt örtüyünün bərpası, çəkilməsi, piyada infrastrukturu ilə bağlı müraciətlər. Bu tipli müraciətlər nisbətdə daha çoxdur və təkrar edirəm, dolayısıyla da həmin müraciətlərin aid olduğu qurumlara daxil olan müraciətlərdə daha çox müşahidə olunur. Əsli xanım, bir qədər öncə qeyd etdiniz ki, vətəndaş müraciətlərini, daha doğrusu vətəndaşlar müraciətlərini mobil tətbiq vasitəsilə göndərirlər. Bu tətbiqin funksiyalarında hər hansısa bir yeniliyin, dəyişikliyin olacağı gözlənilirmi yoxsa necə? Bəli, bu mövzuda da yaxşı toxundunuz. 2021-ci ildən, az öncə mən qeyd etdim ki, 2021-ci ildən etibarən tətbiq istifadədədir. Artıq biz komanda olaraq, Dövlət Agentliyinin heyəti olaraq bu tətbiqin də daha müasir versiyası üzərində iş aparılır. Funksionallıqlarının artırılması istiqamətində iş aparılır. Yəqin ki, yenilənmiş və daha müasir versiya artıq ümid edirik ki, bu il ərzində ictimaiyyətə təqdim olunacaqdır vətəndaşlarımıza. Həmçinin daha müasir bir versiyaya və sistemi daha ağıllı səviyyəyə gətirə bilmək üçün biz süni intellekt alətlərindən, avtomatlaşdırma alətlərindən də istifadə etmək üçün bu yaxınlarda hətta bizim Dövlət Agentliyinin çərçivəsində formalaşdırılan Asan AI Hub platformasında bununla bağlı çağırış etdik ki, Asan müraciət informasiya sisteminə süni intellekt alətlərini tətbiq etmək üçün startaplara, elmi tədqiqat mərkəzlərinə, institutlarına, texnologiya şirkətlərinə biz bu barədə çağırış etdik ki, birgə bu sistemi vətəndaşlarımız üçün daha funksional və daha ağıllı səviyyəyə gətirək. Məsələn, bu statistika da çox önəmlidir. Hər şeyi deməsə də bəzi hallarda çox şey deyir. Bu müraciətlər daxil olur. Həll olunma faizi sizdə varmı? Nə qədərdir? Və hansı sahələr daha çox həll olunur və daha tez? Bəli, bu statistikaları biz mütəmadi müşahidə edirik. Əgər biz 2025-ci ilin nəticələrindən danışırıqsa, bir nümunə olaraq biz ötən ilə götürə bilərik. Ötən il daxil olan və qurumlara yönləndirilən müraciətlərin artıq 91,7%-i cavablandırılıb əsaslı şəkildə və bu cavablandırılan müraciətlərin 60%-i hardasa real həllə çatıb, yəni təmin olunubdur. Bu fürsətdən əslində istifadə edərək mən bildirmək istəyərəm ki, bəzi hallarda vətəndaşlarımızın göndərdiyi müraciətləri bütünlüklə həll etmək dövlət qurumları üçün mümkün olmaya bilir və yaxud həmin an üçün mümkün olmaya bilir. Belə ki, müraciət daxil olduqdan sonra aidiyyatı dövlət qurumu həmin əraziyə müəyyən bir işçi qrupu yönləndirir, mütəxəssis yönləndirir və yerindəcə məsələ araşdırılır. Bəzi hallarda həmin məsələnin həmin dövr üçün həllində, belə deyək
deyək, həlli məqsədə müvafiq hesab olunmur. Və ya daha Vətəndaşa bu haqda məlumat verilirmi ki? mütləq bəli, əsaslandırılmış izah verilir və cavab verilir və ya siz az öncə də qeyd etdiniz ki, hansı tip müraciətlər daha çətindir həll etmək. Bəzi müraciətlər var ki, onların həlli ilə bağlı daha iri layihələndirmə, maliyyələşmə ehtiyac olur. Bu kimi hallarda da qurumlar tərəfindən vətəndaşa izah olunur ki, artıq biz bu məsələni qeydə aldıq, bu problemi qeydə aldıq və onun daha gələcək dövrdə planlı, mərhələli şəkildə həllini nəzərdə tuturuq. Anlaşılandır, çünki bizim də ANAR ilə qaynar xəttimizə gələn müraciətlər əsasında deyək ki, hər hansısa bir yol problemi varsa və yaxud da ki, su problemi varsa, işıq problemi varsa, qurumdan aldığımız cavab necə olur? Ya layihələndirmə işi aparılmalıdır, bununla bağlı bir layihə təqdim olunmalıdır və yaxud da bunun üçün bir maliyyə ayrılmalıdır. Yəni, biz də bu qaynar xəttimizə gələn müraciətlər əsasında bu mövzu ilə rastlaşırıq. Təşəkkür edirik sizə, Əsli xanım, gəldiyiniz üçün, ətraflı məlumat üçün. Mən təşəkkür edirəm dəvətiniz üçün, çox xoş oldu. Çox sağ olun.